Xaçmazın Tahiroba kənd sakinləri səhər saat 7-də oyananda çayın içində qırmızı 07 maşını görürlər. Maşın suda batmışdı, ancaq içində heç kəs yox idi. Bir neçə saat kimsə maşınla xüsusi maraqlanmır. Düşünürlər ki, bu çayda çox maşın batır, yəqin gecə nabələd bir adam keçərkən maşını batırıb, indi də gedib traktor axtarmağa ki, maşını çaydan dartıb çıxarsınlar. Lakin bu hadisənin üstündən saatlar keçir, qırmızı 07-nin sahibi gözə dəymir. Belə olduqda kənd sakinləri polisə məlumat verirlər. Polis gəlib maşına baxanda görür ki, arxa ayaq yerində bir cüt kişi ayaqqabısı var. Yük yerində isə qanlı yorğan. Bu hadisədən düz bir ay sonra Siyəzəndə Samur Abşeron kanalından kişi meyidi tapılır. Qız qaçırmaq üçün Bakıdan taksi tutan şəxslər, aylarla axtarılan sarışın gənclər, gələcək gəlini sevməyən ana. Bura TV11, adım Sərdar Amindir. Başlayaq. Polis qırmızı 07-yə baxış keçirdikdən sonra təbii ki, avtomobilin təxminən 1 kilometr diametrində ətrafına gözlə gəzdirir və çox önəmli bir ipucu tapır. Avtomobildən xeyli aralı maşının sənədləri tapılır. Üstəlik diplom, hərbi bilet və telefon nömrələri olan cib dəftəri. Bəlli olur ki, maşının və bütün sənədlərin yiyəsi Şəmkirin İrmaşlı kənd sakini Adil Babayevdir. Beləliklə 1996-cı ilin oktyabrında maşındakı qan ləkələrinin tapılmasının ardınca Xaçmaz prokurorluğunda cinayət işi açılır. Maşındakı qan analiz ediləndə bəlli olur ki, bu qan ikinci qan qrupuna məxsus bir kişiyə aiddir. Xaçmaz polis şöbəsinin həmin zaman əməliyyat işləri üzrə rəis müavini Elçin Qasımovun rəhbərliyi ilə əməliyyat qrupu yaradılır və bir əməliyyatçı Şəmkirin İrmaşlı kəndinə, digər isə telefon kitabçasında son qeyd olan son nömrənin sahibi Qusar sakini Nofəl adlı şəxsin axtarışına gedir. Axı sürücünün son yazdığı nömrə bu idi və hadisə Qusar yaxınlığında baş vermişdi. Şəmkirə İrmaşlı kəndinə gedən əməliyyatçı oradan öyrənir ki, maşının sahibi İrmaşlı kəndində qeydiyyatda olsa da, əslində Sumqayıtda yaşayır və Yeni Avtovağzal istiqamətində, yəni Bakıda taksi fəaliyyəti ilə məşğul olur. Bakı daxili və sifariş düşəndə rayonlara sərnişin daşıyır. Qusardan tapılıb polis şöbəsinə dəvət edilən Nofəli birbaşa rayon polis şöbəsinin rəisi özü danışdırır. Nofəl deyir ki, Adil onu Bakıda bir-iki dəfə avtovağzaldan Qaraçuxura aparıb. Bir dəfə də ailəsi ilə birgə Qusara gətirib. Hətta gecə olduğundan onlarda qalıb. Sabah Bakıya gedib. Amma bu yaxın günlərdə baş verməyib. Sumqayıtda yoxa çıxan sürücünün ailə üzvləri deyir ki, o maşının Xaçmazda tapıldığı gündən bir gün əvvəl tezdən evdən çıxıb və düşünüblər ki, yəqin qayıtmayıbsa, yenə hansısa rayona gedib və gələcək. Ailə üzvləri əməliyyatçılar qapıya gedənə qədər elə bilirdilər ki, salamatlıqdır. Əməliyyatçılar Azərbaycanın qərbindən gedib şimalından çıxsalar da, hələ ki onlara lazım olan vacib ipucu tapa bilinmirdi. Bu zaman onlar itkin sürücü Adil Babayevin xidmət etdiyi Yeni Avtovağzala, digər taksi həmkarlarının yanına gəlir. Taksi sürücülərindən biri deyir ki, bəli, Adil son dəfə 2 sarışın oğlanla yola çıxacaqdı. Hətta o oğlanları mənə göstərib demişdi ki, birazdan bu oğlana qız qaçırmağa gedirik. Ancaq Adilin həmkarı olan həmin sürücünün bundan artığından xəbəri yox idi. Əməliyyatçılar həmin ərəfədə Qusar istiqamətində yola çıxan və çıxdığı güman edilən bir neçə sarışın gənclə maraqlanır, onları danışdırır, tapılmış telefon kitabçasında olan şübhəli nömrələri yığır, lakin internetin olmadığı hüquq mühafizə orqanlarının işini sistemləşdirəcək, yüngülləşdirəcək indiki vasitələrin inkişaf eləmədiyi zamanda, yəni 1996-cı ilin payızında həmin 2 sarışın oğlanı tapmaq rahat olmur. Əməliyyatçılar müstəntiqin verdiyi istiqamətə uyğun Quba, Qusar, Xaçmaz və ətraf yaşayış məntəqələrində yaxın günlərdə qız qaçırmaq istəyən yaxud qaçıran şəxslərlə bağlı soraqlaşır.
Düşünürdülər ki, onlar üçün vacib ipucularından biri bu ola bilər. Lakin günlər keçir, ələ keçəcək bir dəlil aşkarlanmır. Bu hadisədən, yəni maşının və qanlı yorğanın tapılmasından düz bir ay, bir gün sonra 1996-cı ilin noyabrın 29-da Siyəzən rayonundan qonşu rayon polis idarələrinə məlumat verilir ki, Samur Abşeron kanalında kişi meyidi tapılıb. Meyidin qolları arxasında bağlanıb, başına küt alətlə, kürəyinə isə 3 yerdən bıçaqla zərbə endirilib. Verilişimizin itkin nümayəndəsi Adil Babayevin yaxınları meyidin saxlandığı yerə gətirilir və anında morqda ağlaşma başlayır. Bu, Adil Babayevin meyidi idi. Qara şalvarlı meyit, qırmızı qanlı yorğan var, ancaq 2 sarışın oğlan hələ də gizlənməyi bacarırlar. Məsələ də bu idi ki, cinayətkarlar peşəkar deyildilər. Əks halda onlar ən azından qanlı yorğanı, sənədləri hadisə yerində qoymazdılar. Əməliyyatçıların və müstəntiqin zamanı gün-gündən daralırdı. Meyit var idi, cinayət var idi, amma cani tapılmırdı. Axı bu kimi hallar heç də hüquq mühafizə orqanlarında, eyni zamanda həmin cinayət birbaşa həvalə olunmuş orqan əməkdaşlarına heç də başucalıq gətirmirdi. İstintaqçılar çətinliklə də olsa bütün mümkün variantları yoxlamağa, cinayətin izinə düşməyə çalışırdı. Bu məqsədlə onlar yaxınlıqdakı kafe və restoranların, yol kənarında fəaliyyət göstərən obyektlərin işçilərini də danışdırırlar. Görsünlər ki, həmin ərəfələrdə orada qeyd olunan nişanlarda insanlarla rastlaşıblarmı? Kafelərdən birinin ofisiantı payız ayları olduğundan, müştəriləri çox olmadığından hadisəni yaxşı xatırlayır. Deyir ki, təxminən bir ay əvvəl bu kafedə 2 sarışın və 1 qaraşın kişi yeyib içib, elə kafeyə məxsus otaqda da yatıblar. Hətta səhər durub gedəndə çarpaydakı köhnə yorğanı da aparıblar. Nə vaxt durub getdiklərindən isə əməkdaşın xəbəri olmayıb. Əməliyyatçılar görürlər ki, bu halda onların köməyinə yalnız qız qaçırma məsələsi çata bilər. Bütün yaşayış məntəqələrinə bir daha məlumat göndərilir ki, nəinki qız qaçıran, hətta həmin yerlərdə qız qaçırma ilə bağlı şayə, fakt, dedikodu, adi bir söhbət də baş veribsə, mütləq bu barədə Xaçmaz rayon polis şöbəsinə məlumat verilsin. Qubanın Zərdabi qəsəbəsindən deyilir ki, bizdə İlkin adlı bir şəxs yaxın vaxtlarda qız qaçırmaq istəyirmiş, lakin anası buna icazə verməyib. Qızı bəyənmədiyindən oğlunun onu qaçırmasına icazə verməyib, hətta belə bir dedikodu da var ki, anası bir dəfə deyib ki, oğlum məni ölümlə hədələyib, münasibətimiz yaxşı deyil, mənə deyib ki, bir məsələ var, onu kimsə bilsə, səni öldürəcəm. Bu sözlərdən sonra əməliyyatçılar ana və balanı danışdırır. Ana deyir ki, oğlum dəvəçidən, yəni indiki Şabrandan qız qaçırmaq istəyirdim. Ancaq mən o qızla evlənməsini istəmirdim. Buna görə də qoymadım qaçırsın. Əməliyyatçılar anadan söz ala bilməsələr də, onun nala muxa vurmasını hiss edirlər. İlkini nəzarətə götürürlər. Növbəti dəfə onu polis şöbəsinə gətirib ifadə alırlar. Təbii ki, onu görən kafedəki ofisiant və digər sübutlar İlkini etirafa məcbur edir. Və o, həmin gecə baş verən dəhşətli hadisəni danışmağa məcbur olur. Bildirir ki, sevdiyi qızı anası qaçırmağa qoymurmuş. Lakin o israr edir. Bundan sonra anasının etirazlarına məhəl qoymayan İlkin, əsgər yoldaşı Qubanın Rustov kənd sakini Şaiqlə görüşür və Şaiq də ona deyir ki, narahat olma, bu işdə, yəni qız qaçırmaqda ona kömək eləyəcək. Onlar Bakıya gedərək avtovağzalda sürücü Adil Babayevlə tanış olurlar. Ona köhnə pulla 80.000 manat və bir qoyun vəd edirlər. Sürücü razılaşır və deyir ki, öncə ananızın yanına gedək, mən onu razı salacağam. Beləliklə onlar Bakıdan Qırmızı 07-də Qubanın Zərdabi qəsəbəsinə gəlirlər. Lakin anası yenə də israrla həmin qızla evliliyə razılıq vermir. Belə olduqda İlkin əsəbləşərək sürücünü və əsgər yoldaşını da oradan götürərək evdən çıxırlar. Onlar Tahirova kənd yaxınlığındakı kafeyə gələrək yeyib içməyə, sabah səhər tezdən də
qızı qaçırmağa qərar verirlər. Beləcə, xeyli işlədikdən sonra ilkin ofisianta deyir ki, kafeyə qızlar çağırsın, əylənmək istəyirlər. Bu zaman sürücü onlara irad bildirir, deyir ki, onun pulunu hələ verməyiblər. Yəni tam pulunu çatdırmayıblar, onlardan qız qaçıran olmaz. İlkin və Şaiqin iddiasına görə bundan sonra sürücü onları yaşının onlardan çox olmasından istifadə edərək hətta təhqir də edilmiş. Daha sonra sürücü özü vəziyyəti başa düşür ki, bunlar sərxoşdular və sərxoş vaxtı onlardan pul ala bilməyəcək, düşünür ki, yatsınlar, səhər onlardan pulu alıb geri qayıdar. Beləcə onlar kafedə, sürücü çarpayda, onlar ikisi isə yerdə, döşəmədə yatırlar. Gecə saatlarında İlkin səsi ayılanda görür ki, Şaiq əlindəki təkər lingi ilə sürücü Adil Babayevin başına zərbə endirib, onun başından qan gəlir və sürücü ayağa qalxa bilmir. Ondan niyə belə etdiyini soruşduqda isə Şaiq deyir ki, o bayaq söydüyü söyüşün, təhqirin cavabını verir. İlkin sürücünün ölmədiyini gördükdə isə bu işi tamamlamağa qərar verir və yerdə uzanmış Adilin kürəyinə 3 bıçaq zərbəsi endirərək onu həyatdan məhrum edir. Sonra yerdəki qanı yorğanla silirlər və meyidi də elə həmin yorğanın arasına bükərək maşını yük yerinə qoyurlar və oradan gedirlər. Meyidi Vəlvələ çayına atırlar və beləcə meyit günlərlə yol gedir, çaydan Samur Abşeron kanalına keçərək üzü Ceyranbatan su anbarına doğru bir ay hərəkət etdikdən sonra Siyəzənə çatır. Maşını isə qatillər bilərəkdən çayda batırırlar. Maşını batırıb bitirəndə görürlər ki, hava artıq açılır. Onlar kənd sakinləri tərəfindən görüləcəyini düşünürlər və qorxub qaçırlar. Bu zaman Adilin ayaqqabılarını və bagajdakı qanlı yorğanı da unudurlar. Onun cibindən götürdükləri sənədlər isə qaçan cütlüyün bir müddət sonra cibindən düşür və onlar qorxudan geri qayıdıb sənədləri də axtarmırlar. Əməliyyatçıları xeyli əziyyətə salan bu istintaq prosesindən bəlli olur ki, əsgərlikdən yenicə qayıtmış bu gənclər xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qətl törədir. Məhkəmənin hökmü ilə onların hər biri 15 il azadlıqdan məhrum edilir. Salamat qalın.